Ölkədə ilk dəfə olaraq yollardakı asfalt örtüyünün keyfiyyəti müəyyən edilməsi təcrübəsi həyata keçiriləcək. Bu məqsədlə laboratoriya yaradılıb ki, bu laboratoriya ən müasir avadanlıqlarla təchiz olunub. Təzə çəkilən yolun bir neçə aya dağıldığının ya da qabararaq çöktüyünün dəfələrlə şahid olmuşuq. Kimi bunu yolun yatağının yaxşı möhkəmləndirilməməsi ilə, kimi də asfalt beton qarışığının tərkibindəki materiallardakı çatışmazlıqlarla əlaqələndirir. Yolların əsasən ağır tonajlı yük maşınlarına tab gətirməyib sıradan çıxması isə hər kəsə bəllidir. Bugünədək yolun keyfiyyətini müəyyən edən xüsusi cihaz olmadığından Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir ilkə imza atıb. Komitənin təcrübə sınaq mərkəzi asfaltın sınağı üzrə səyyar laboratoriya yaradıb və onu xarici ölkədən gətirilən ən müasir avadanlıqlarla təchiz edib. Ölkədə ilk dəfə yaradılan bu səyyar sınaq laboratoriyasının vasitəsilə regionun istənilən nöqtəsində çəkilmiş və ya çəkilməkdə olan asfalt yolun keyfiyyətini müəyyən etmək mümkün olacaq. Digər laboratoriyalardan fərqli olaraq burada nəticələr bir neçə günə deyil, 2-3 dəqiqəyə məlum olur. Almaniyadan alınan bu xüsusi qurğu vasitəsilə asfaltın fundamentinin nə qədər keyfiyyətli olub-olmadığı üzə çıxır. Eyni zamanda müxtəlif tutumlu avtomobillərin ona göstərdiyi təzyiq, təsir etdiyi yük də aşkarlanır. Avtomobillərin torpağa etdiyi təzyiqi ölçür. Oradakı torpağın elastiklik modulu onda təyin edilir. Mikrokompüterdə verilir. Printer vasitəsilə insan müdaxiləsi olmadan tam onun haqqında məlumat verir. Bu qurğu isə çəkilən asfaltın möhkəmliyi, sıxlığı, nəmliyi və məsaməliliyini bir dəqiqə ərzində müəyyən etməyə imkan verir. Səyyar laboratoriya asfalt beton qarışığında istifadə olunan materialların, yəni bitum, qırma, daş, çınqıl və mineral tozun da nə dərəcədə keyfiyyətli olduğunu ortaya çıxarır. Operativ şəkildə, səyyar şəkildə ezam olunacaq laboratoriya yol çəkilişi məntəqələrinə və yerində həm çəkilmiş yolların, həm də çəkilməkdə olan yolların asfalt örtüyünün, asfalt beton qarışığının və bu yol çəkilişində istifadə olunan digər xam malların keyfiyyəti yerində nəzarət olunacaq. Komitənin Sumqayıtda daha da təkmilləşdirilən ölkədə ilk dəfədir ki, neft və neft məhsullarının sınağını həyata keçirən laboratoriyası da bir sıra yenilikləri təcrübədən keçirib. Lak boya məhsullarını da analiz edirlər və yuyucu vasitələr. Onların daxilinə tualet sabunu gedir, deterjanlar, nə bilim, şampunlar. Bir sözlə, hər iki laboratoriya keyfiyyətli işə xidmət edəcək. İstehsal prosesində qüsurlara yol verənlərsə qaydalara uyğun olaraq cəzalandırılacaq.